Şəmkir şəhər bələdiyyəsindən torpaq sahəsi Şəmkirdədir. Bir fəqirin, bir kimsəsizin, atasız, anasız bir insanın, 36 ildir hələ həyatını qura bilməyən bir insanın evini gedib sökmək. Yəni, bu adam onsuz da zülüm çəkib də. Həyat onsuz da ondan ala biləcəyi hər şeyi alıb. Hər şey alıb, atanı alıb. Ailəni alıb. Eynən. Ailəni alıb. Yaşayışı alıb, şəraiti alıb, hər şeyi alıb. Bir yarım tikili evi var idi, onu da siz aldınız. Yəni, bir qurum nə deməkdir? Qurum odur ki, məsələn, lap elə bələdiyyəsi olsun, indi zamanında o bələdiyyələrlə bağlı köpük problemlər olurdu da. İndi şükürlər olsun ki, bugün zaman-zaman, yavaş-yavaş bu məsələlər aradan qalxmaqdadır. Bəzi məsələlər vardı, onlar torpaqlarla bağlı, qanunsuz satılan torpaqlarla bağlı o qədər belə hallar yaşanırdı da. İndi yəqin ki, belə nə qədər əziyyət çəkən insanlar var. Yəni, bir fəqir bir insan, kimsəsiz bir insan, əgər onun dediyi doğrudursa səhhətində problemi olan bir insan və səhhətində problemi olan bir insan özünə bir zülümlə qaraltı eləyibsə, sizdən heç bir sosial alırmı? Alırsanmı? Dövlətdən bir sosial alırsanmı? Nə vaxtdan da o da kəsilibdir. Yəni, sizdən heç nə ummuya, hörmətli bələdiyyə. Nəyə ki sizdən? Dövlətdən heç nə ummayan var. Heç nə ummuya, hansı ki haqqı var. Ummuya və bu adamın evini uçurub, sonra biz səhv etmişik deyib, heç olmasa ona əvvəlki vəziyyətinə qaytarım verin də adamın özünə. Nə ixtiyarla? Hansı ixtiyarla? Hansı sənədlə bunu etmişsiniz? Mənə hələ ki birinci maraqlıdır ki, hansı qanunla, hansı sənədlə, hansı əlinizdəki icazə ilə bu adamın evi sökülübdür? Bu bir yetim haqqı demək deyilmi? Qonşuları belə təsdiqləyirlər. Bir də ki, belə hallarda bir bələdiyyədən nəyindən çəkinəcəksiniz ki, adamlar heç adının hallanmasını istəmir. Nəyinəcək? Sizin Həmən evinizdə bələdiyyəni bunlar sökəcək. seçir, Zahir Kim bəy. verir bu meydanı ona? Dövlət Əgər belədirsə. bələdiyyə. Şəmki adı nədir, soyadı nə? Həsənov, Vüqar Zirəddin. Zirəddin oğlu. Şəmkirdə Həsənov, Vüqar Zirəddin oğluna söyləyin ki, evini söktüyü deyən insan, Asiman studiyadadır və milyonlarla insana söyləyir ki, bələdiyyə sədri mənim evimi sökübdür. Niyə? Hansı əsasla? Yox, ola bilsin ki, o dedi həmən şəxslərdə mötəbər sübutu varsa, gəlsin versin ATV kanalına, biz də onu təhlil edək. Görək, Şəmkir bəlkə də bələdiyyəsi. sökülməliymiş. Bəli, bu Həsənov Vüqar Zirəddin oğlu Şəmkir bələdiyyəsinin sədridir. Və doğrudanmı o adamın evi sökülübdür sizin tərəfinizdən? Aslında onun nömrəsi var sizdə. Və nə ixtiyarla?